Həqiqətin axtarışı, qəlbin əsl səsi qədim Azərbaycanın səmimi torpaqlarında, dağların sərt qoynunda, ucsuz-bucaqsız düzənliklər arasında yerləşən Kiçik Güldən kəndi min illik ənənələrin, ataların hikmətinin və insan ruhunun dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları, kəndin dar daş yollarını, köhnə evlərin səssiz divarlarını və torpağın zəngin nəm ətirini oyadır, sakinlərə yeni bir başlanğıc və sarsılmaz ümid bəxş edirdi. Kiçik Güldənin sakinləri üçün ən böyük xəzinə maddi sərvətlərdə deyil, atalarının bizə buraxdığı dəyərlərdə gizlənirdi. Sevgi, mərhəmət, ədalət və dürüstlük. Bu müqayisə olunmaz dəyərlər nəsildən nəsilə ötürülürdü və hər kəs öz həyat hekayəsində, keçmişin ağır xatirələrində və gələcəyin ümid dolu arzularında onları daşıyırdı. Lakin son zamanlarda kəndin ürəyində həyatın sürətli axışı və çağın gətirdiyi çətinliklər insanları bəzən öz daxili sirlərini, öz həqiqətini tapmaqda çətinliklərlə üz-üzə qoyurdu. Gənc Murad, kəndin ən hörmətli ailələrindən biri olan Məmmədovlar nəsli övladı, uşaqlıqdan bəri kəndin dar daş yollarında, köhnə evlərin sükutlu divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Onun atası, qoca Hacı Əli bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə deyərdi: "Həyat böyük bir roman kimidir. Hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq və qəlbimizdə yanan o həqiqət səsi bizim gələcəyimizə ümiddir." Bu sözlər Muradın qəlbində dərin və sarsılmaz inam toxuması kimi izlər buraxmış, ona həyatın ən böyük həqiqətinin, insanın öz içindəki doğru səsi, qəlbin əsl aydınlığını tapmaqda yardımcı olmuşdu. Muradın həyatında həqiqət mövzusu hər şeydən üstün idi. O, hər gün öz təsərrüfatında, kəndin torpağında, axan çayın sədasında və qoca dağların ətəyində atalarının öyrətdiyi dəyərləri təkrarlayır. Hər çətin anın, hər acının içində doğan yeni ümid və doğru səsi tapmağa çalışırdı. Lakin zamanın sərt reallıqları, iqtisadi çətinliklər və həyatın gətirdiyi itkilər Muradı bəzən öz nəzarətini itirməyə, qəlbində qarışıqlıq və kədər hiss etməyə məcbur edirdi. Bir gün Murad kəndin uzaq, sakit meşələrinin arasında yerləşən, suyun sakit axdığı, ətrafın sükunətlə dolu olduğu bir dərəyə gəldi. Bu dərənin suları sanki zamanın dayandığı, hər şeyin öz təbii dövranında davam etdiyi bir sir kimi axırdı. Murad dərənin kənarında dayanıb, suyun səsinin, dalğaların incə ritmini diqqətlə dinlədi. O, bu səsdə keçmişin itirilmiş ümidlərinin, qəlbində yığılan kədərin incə izlərini eşitdi. O an Murad öz içində sarsılmaz bir qərara gəldi. Həyatın hər anı, nəzarətin itirildiyi, qəlbin dərinliyində qaranlıq izlər buraxan anlar, eyni zamanda yeni başlanğıcların, təzə ümidlərin və həqiqətin doğduğu anlardır. Mən öz iç səsimi dinləyərək bu itirilmiş nəzarəti yenidən qazanmalıyam. Muradın bu dərin düşüncələri kəndin gəncləri arasında geniş yayıldı. Gənc Tural, Fatimə xanım, Ramil və digər gənclər həyatın ən çətin anlarında belə qəlbində yanan o doğru səsi tapmağa çalışır, atalarının eşq dolu nağıllarını və müqayisə olunmaz dəyərləri ürəklərində daşıyırdılar. Sosial iclaslarda kəndin bütün sakinləri bir araya gələrək həyatın hər çətinliyini, hər kədərin içində gizlənən doğru səsi və yeni ümidləri müzakirə edirdilər. Bu iclaslarda hər kəs həqiqət maddi sərvətlərdə deyil, qəlbdə yanan sarsılmaz sevgi və mərhəmət işığında gizlidir, deyərək öz həyatlarında doğru səsi tapmağın və onu qorumağın vacibliyini vurğulayırdı. Bir gün kənd meydanında böyük bir bayram mərasimi təşkil edildi. Bayram sabahı dağların zirvələrindən aşağı süzülən günəş şüaları kəndin dar daş yollarını işıqlandırdı və hər kəs öz evlərində, bazarlarda və meydanda bayram sevincini paylaşdı. Bayram masalarında yerli mətbəxin incə ləzzətləri, ləzzətli dolman, dadlı piti, şirin qutab və ən sevilən papatya çiçəyi ilə bəzədilmiş şirniyyatlar təqdim olunurdu. Bu yeməklər yalnız mətbəxin zənginliyini deyil, həm də ataların eşq dolu nağıllarını, həyatın dərin dərslərini və qəlbdə yanan doğru səsi simvolizə edirdi. Bayramın sonunda kəndin bütün sakinləri böyük bir iclas üçün bir araya gəldi. Bu iclasda Murad Qəlbin Səsi adlı layihəsini təqdim edərək səmimi və dərin səs tonunda belə dedi: "Əziz dostlar, həyatımızın hər anı, nəzarətin itirildiyi, qəlbdə kədərin dərinləşdiyi anlar, bizə yeni ümidlər və doğru başlanğıclar doğurur. Biz atalarımızın eşq dolu nağıllarını, onların bizə buraxdığı müqayisə olunmaz dəyərləri unutmadan, həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazırıq. Həqiqət bizim qəlbimizdə yanan o doğru səsdir, o, bizə həyatın ən çətin anlarında belə doğru yolu göstərir."
Bu sözlər kəndin hər küncündə, hər ürəkdə dərin rezonans doğurdu və insanlar bayramın sevinci ilə bir araya gələrək atalarının öyrətdiyi dəyərləri və həyatın ən dərin sirlərini bir daha xatırladılar. Qəlbin Səsi layihəsi kəndin mədəni həyatında və iqtisadi inkişafında böyük dəyişikliklərə səbəb oldu. Muradın rəhbərliyi altında kəndin təsərrüfatı modernləşdirildi, yeni texnologiyalar tətbiq olundu və məhsuldarlıq artdı. Lakin ən əsası, hər kəs həyatın ən çətin anlarında belə qəlbində yanan o doğru səsi, o itirilmiş nəzarətin və sarsılmış ümidin yerinə doğan sarsılmaz işığı tapmağa başladı. Kəndin məktəbində müəllimlər uşaqlara həyatın hər anını diqqətlə dinləməli, qəlbimizin dərinliyində yanan doğru səsi eşitməli və hər kədərin, hər acının içində gizlənən yeni ümidləri tapmalıyıq deyərək, gələcəyin parlaq səhifələrini yazmağı öyrədirdilər. Murad, qürur adlı atı ilə keçdiyi uzun yolculuqda, hər addımında, hər nəfəsində öz qəlbində yanan o doğru səsi hiss edirdi. O, qürur ritmik və güclü addımları ilə keçdiyi hər daş, hər yarpaq ona atalarının eşq dolu nağıllarını və həyatın sarsılmaz ümidini xatırladırdı. Bu mənzərə ona insan ruhunun nə qədər zəngin və güclü olduğunu, hər kədərin, hər acının içində yeni ümidlər və dərslər doğurduğunu bir daha sübut edirdi. Kənd sakinləri Qəlbin Səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsi çərçivəsində öz aralarında və ailələrində atalarının eşq dolu nağıllarını, keçmişin ağır dərslərini və gələcəyin parlaq ümidlərini paylaşaraq, həyatın hər anını diqqətlə dinləməyi öyrəndilər. Hər kəs həyatın inkubasiya prosesində doğan yeni başlanğıcları və itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Kəndin hər kəsi həyatın ən çətin anlarında belə qəlbində yanan o sarsılmaz ümid işığını, o doğru səsi eşidərək öz nağıllarını sevgi və inamla yazmağa davam edirdi. Bir neçə il sonra Kiçik Güldən kəndi yalnız modern təsərrüfatın və iqtisadi inkişafın simvolu deyildi, o, eyni zamanda atalarının eşq dolu nağıllarını, dərin dəyərlərini və insan ruhunun sarsılmaz gücünü nümayiş etdirən bir mədəniyyət mərkəzi kimi tanındı. Kəndin hər kəsi həyatın ən çətin anlarında belə qəlbində yanan o doğru səsi, o müqayisə olunmaz ümid işığını itirmədən gələcəyə doğru addım atmağı bacardı. Müəllimlər məktəbdə uşaqlara həyatın hər anı, hər çətinliyi diqqətlə dinlənilməli, qəlbimizdə yanan doğru səs bizə gələcəyin parlaq səhifələrini açır, deyərək gələcək nəsillərə ümid bəxş edirdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Kiçik Güldən kəndinin hər bir sakinin Qəlbin Səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsinin və hakimin səsi, qürurun və sevginin nağılı dastanının gətirdiyi dərin dəyişiklikləri ürəklərində daşıyır, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edirdilər. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində, hər cümləsində dərs və ümid, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Kiçik Güldən kəndi, atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri, qəlbdə yanan, diqqətlə dinlənən doğru səsi və sarsılmaz ümid işığını ürəklərində saxlayaraq, həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün, diqqətli dinləmənin və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, Qəlbin Səsi adlı bu dastan Kiçik Güldən kəndinin daş divarlarında, qoca ağacların yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Çünki onlar bilirdilər ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan,
İnsan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla davam etdirəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik güldən kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsl səsi adlı bu dastan kiçik güldən kəndinin daş divarlarında, qoca ağacların yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi.